Neftçi daim güclü azarkeş dəstəyinə arxalanan klub olub. Lakin klubla fanatlar arasında yaranmış gərginlik artıq münasibət böhranına çevrilib. İctimaiyyətlə əlaqə zəifdir. Azarkeşlərin tənqidlərinə cavab verilmiş mətbuatla ünsiyyət isə formal bəyanatlarla məhdudlaşır. Neftçinin uğursuzluğu təkcə cari mövsümə aid deyil. Bu, bir neçə mövsüm davam edən sistematik çöküşün nəticəsidir. 2021-ci ildə əldə edilən çempionluqdan sonra klub rəhbərliyi bu uğuru davam etdirəcək struktur islahatları aparmaq əvəzinə yalancı rahatlıq hissinə qapıldı. Halbuki rəqiblər, xüsusən Qarabağ və digər yeni klublar sistemli şəkildə inkişaf edir. Ağqaralar isə yerində saymaqla rəqibləri ilə fərqini daha da artırır. Neftçinin bu səviyyəyə düşməsində günahı təkcə məşqçilərdə, futbolçularda və ya bir oyun epizodunda axtarmaq sadəlövhlük olar. Problemi sistematikdir. İdarə etmədən oyun fəlsəfəsinə, transferdən azarkeş münasibətinə qədər hər mərhələdə böhran yaşanır. 28 milyon manatlıq büdcəyə malik olan bir klubun bu nəticələri göstərməsi Azərbaycan futbolu adına utanc vericidir. İnkişaf isə yalnız baş məşqçi dəyişikliyi ilə deyil, köklü islahatla, şəffaf idarə etmə və real strategiya ilə mümkündür. Əks halda bu böhran dərinləşəcək və Neftçi bir zamanlar Azərbaycanın futbol qüruru olan adını yalnız keçmişdəki uğurlarla xatırladan bir muzey eksponatına çevriləcək.